Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Rasulina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Əmmə ba'd. İlk öncə hamınızı Allahın salamı ilə salamlayıram. Esselamu aleykum ve rahmetullahi ve barakatuh. Və İmam Əhməd rahiməhullahın Usul-ü Sünnə adlı bərəkətli risaləsinə və oradakı qaydaların şərhinə davam edirik. Və bundan qabaqki 9 dərsdə 6 dənə qaydanı şərh etdik. Və bugün təxmini səhv etmirəmsə 10-cu dərsdir və 7-ci qaydadır. Və İmam Əhməd rahiməhullah sözünün davamı olaraq deyir ki, وَمِنَ السُنَّةِ اللَّازِمَةِ الَّتِي مَنْ تَرَكَ مِنْهَا خَصْلَةً لَمْ يَقْبَلْهَا وَيُؤْمِنْ بِهَا لَمْ يَكُنْ مِنْ أَهْلِهَا. Lazımı sünnələrdən, yəni etiqad edilməsi vacib olan əqidə əsaslarından birisi də budur ki, Əlləti mən tərəkə minhə xaslə. O əqidə əsasları ki, o sünnənin üsulları ki, onlardan birini tərk edən, onu qəbul etməyən və ona iman etməyən onun əhlindən sayılmaz. Yəni, elə əqidə əsasları var ki, qardaşlar, hansı ki, necə ki imam qeyd edir, وَمِنَ السُنَّةِ اللَّازِمَةِ lazımı sünnələrdəndir. Sünnə, bizim bildiyimiz sünnə, müstəhəb mənasında yox. Kitabın müqəddiməsində, 1-ci dərsdə biz bunu izah etdik, şərh etmişik ki, burada İmam Əhməd sünnə deyəndə nəyi qəsd edir? Yəni, əqidə. Yəni, elə əqidə əsasları var ki, o əqidə əsaslarından birini mən tərəkə minhə xaslə, onlardan birini tərk edən, onu qəbul etməyən, ona iman etməyən ləm yəkun min əhlihə. Həmin əqidənin əhlindən, sünnət əhlindən sayıla bilməz. Və İmam Əhməd rahiməhullah deyir ki, o əsaslardan birisi də budur ki, Əl-İmanu bil-qadər xayrihi və şərri və təsdiqu bil-əhadisi fih vəl-imanu bihə. Qədərin xeyrinə və şərrinə iman etmək və qədər barəsində bizə gəlib çatan bütün hədisləri təsdiqləyib onlara iman etmək. Bu, iman edilməsi vacib olan əqidə əsaslarından birisidir. Və nə üçün İmam Əhməd imanın digər rükunlarını qeyd etmədi? Nə üçün demədi ki, Allaha iman, mələklərə, kitablara, rasullara, axirətə və s. Məhz qədərə imanı qeyd edir. Çünki İmam Əhməd rahiməhullahın zamanında bidət əhlindən bəzi firqələr məhz qədəri inkar ilə tanınmışdı. Və bununla haqq əhlindən, yəni müsəlman toplumundan ayrılmışdılar. Yəni bidət əhli, sünnət əhli ilə Allaha, mələklərə, rasullara, axirətə imanda müttəfiqdilər. Ona görə mələklərə iman, rasullara iman, axirətə iman əhl-i sünnənin vəsiflərindən deyil. Yəni bir kəs gəlib desə ki, mən sünnət əhliyəm, ona görə ki, mən mələklərə iman edirəm. Rafisi də iman edir. Mu'təzilə, cəhmiyyə, qədəriyyə, hamısı. Yəni sünnət əhli, bidət əhli ilə bu məsələlərdə ittifaq halındadır. Ona görə mələklərə iman, rasullara iman, axirətə iman əhl-i sünnənin vəsifi deyil. Və lakin qədərə iman, qədərin xeyrinə və şərrinə iman, qədər barədə düzgün əqidəyə, etiqada sahib olmaq bu əhl-i sünnə vəsiflərdir.
Və bu tək İmam Əhmədin zamanına aid də olmayıb. Bütün əsillər boyunca belə olub. Və bu gün də belədir. İstər bizdə, istər bəzi qonşu ölkələrdə, məsələn Türkiyədə, hətta ərəb dünyasında bəzi bidət firqələri çıxıb, onlar imanın rukunlarından məhz qədəri inkar edirlər. Məhz bu rukunu vururlar. Və o səbəbdən qədərin xeyrinə və şərrinə iman etmək əhl-i sünnənin vəsiflərindəndir. Və İmam Əhməd deyir ki, kim buna etiqad etməsə, ləm yəkun min əhlihə. O, sünnət əhlindən sayılmaz. Və İmam Əhməd rahiməhullah burada qeyd edir ki, qədərin xeyrinə və şərrinə iman etmək. Bu nə deməkdir? Yəni, biz deyəndə ki, biz qədərə, onun xeyrinə və şərrinə iman edirik, bu o mənada deyil ki, şər Allah Azza və Cəlləyə nisbət edilir. Yox. Biz deyəndə ki, qədərin xeyri və şəri, xeyr məlumdur. Biz bilirik ki, Allahdan olan hər şey xeyirdir. Necə ki, hədisdə gəlir, xeyr Allaha nisbət edilir, şər isə Allaha nisbət edilməz. Peyğəmbər sallallahu aleyhi və səlləmin gecə namazlarında, istiftah duasında, yəni Subhanəkənin yerinə oxuduğu duaların, uzun duadır, o duaların birində bu ləfz gəlir ki, ey Allah, ey Rəbbim, xeyr səndəndir, şər sənə nisbət edilməz. Və lakin biz deyirik ki, qədərin xeyrinə və şərrinə iman. Buradakı şər qula nisbətdədir və ya o əmələ nisbətdədir. Yəni, əməl özü özlüyündə şər adlana bilər. İnsanın feyli olaraq. Əmələ və ya o feyli işləyən insana nisbətdə. Amma insanı xəlq edən, o əməli xəlq edən Allaha nisbətdə o şər adlanmır. Allaha nisbətdə yəni mahd, yəni xalis şər anlayışı yoxdur. Hətta iblisin yaradılması belə Allaha nisbətdə şər deyil. Yəni bu qaydadır. Ona görə Allah Azza və Cəllə Ən-Nisa surəsində buyurur ki, Mə əsabəkə min həsənətin fəminəllah və mə əsabəkə min seyyiətin fəmin nəfsik. Sənə baş verən hər bir yaxşılıq Allahdan, hər bir pislik isə sənin öz nəfsindəndir. Allah subhanahu və teala ayədə yaxşılığı, xeyri kimə nisbət etdi? Özünə. Və lakin şərri, pisliyi insanın nəfsinə qaytarır. Hətta bu qayda, bəzi alimlər bu qaydanı, yəni xeyir Allaha nisbət edilir, şər isə Allaha nisbət edilməz. Bu qaydanı Fatihə surəsindən çıxarıblar. İhdina sıratal müstəqim, sıratallezine en'amte aleyhim gayril mağdubi aleyhim veleddallin. Bu ayədən bu qaydanı çıxaran alimlər var. Fikir verin ayəyə. Allah subhanahu və teala buyurur ki, İhdina sıratal müstəqim. Yəni bizi doğru yola yönəlt. Kimlərin yoluna? Sıratallezine en'amte aleyhim. O kəslərin yoluna ki, en'amte aleyhim. Sən onları neymətləndirmirsən. Yəni, sənin neymətləndirdiyin kəslərin yoluna. Neymət kimə nisbət edildi? Ayənin davamına baxın. Qayril məğdub aleyhim vələddallin. Qəzəbə gəlmişlərin. Demədi ki, sənin qəzəb etmişlərin və azmışların. Demədi ki, sənin azdırdıqların. Bu isə insanın özünə nisbət edilib. Fikir verin. Biz bunu həmişə oxuyuruq, fərqinə varmadan. Hətta bu qaydanı alimlər bu ayədən çıxarıblar və belə baxanda ayə açıq aydındır. Və doğrudan da buna dəlalət edir. Deməli, qədərin xeyrinə və şərrinə iman etmək sünnət əhlinin əqidə əsaslarından birisidir.
Və sonra imam deyir ki, وَالتَّصْدِيقُ بِالْأَحَادِيثِ فِيهِ وَالْإِيمَانُ بِهَا. Və bu barədə, yəni qədər barədə varid olan bütün hədisləri təsdiq etmək, həmçinin onlara iman etməkdir. Məsələn, Cəbrail hədisi kimi, məşhur Cəbrail hədisi kimi. Cəbrail əleyhissalam bir gün insan qiyafəsində Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlir və ondan iman, İslam və ihsan barədə soruşur. Və həmçinin qiyamətin bəzi əlamətləri. Və iman barədə soruşanda Peyğəmbər sallallahu aleyhi və səlləm nə dedi? Dedi ki, iman Allaha, mələklərinə, kitablarına, rasullarına, axirətə, qədərin xeyrinə və şərrinə iman etməkdir. Və qədər barədə varid olan hədislər mutavatir dərəcəsindədir. Yəni, onlarla sayda sahabə qədər barədə hədisləri Rasul sallallahu aleyhi və səlləmdən bizə nəql ediblər. Və bu hədisləri təsdiq edib bunlara iman etmək də bu dinin əsaslarındandır. Və bu hədisin, həmin bu Cəbrail hədisinin Səhih Müslimdə gələn ləfsində qeyd olunur ki, bir qrup insan gəlir Abdullah ibn Ömər radiyallahu anhumənin yanına. Və Abdullah ibn Ömər də bu hədisi, Cəbrail hədisini Peyğəmbər sallallahu aleyhi və səlləmdən nəql edən kişinin oğludur, Ömər ibn Xattabın. Bir qrup insan gəlir Bəsrədən və ya Küfədən. Deyir ki, ey Abdullah, bizdə bir qrup cəmaat çıxıb qədəri inkar edirlər. Yəni, bu hədis, bu əsər dəlildir ki, artıq qədəri inkar edənlər sahabələrin zamanında var idi. Yəni, qədərlər ortaya çıxanda bəzi sahabələr sağ idi. Onlardan da biri Abdullah ibn Ömər radiyallahu anhumə. Və İbn Ömər radiyallahu anhumə deyir ki, sən onları görsən, onlara de ki, onlar Abdullahdan və Abdullah da onlardan uzaqdır. Və sonra atasından eşitdiyi bu Cəbrail hədisini onlara nəql edir, dəlil kimi. Ki, qədərə iman, imanın rukunlarındandır. Yəni, imanın dirəklərindəndir. Yəni, iman bu rukunlar üzərində durur. Necə ki, evin dirəkləri, evin sütunları, evin divarları, iman da bu əsaslar üzərində durur. Onlardan biri qədərə imandır. Və sonra Abdullah ibn Ömər onlara nə deyir? Deyir, onlara de ki, onlar qədərə iman etmədikləri təqdirdə Uhud dağı qədər qızıl sədəqə versələr belə, o qəbul olunmayacaq. Qədərə iman etmədikləri müddətcə onların heç bir əmələ Allah yüksəlməyəcək. Yəni, bu söz dəlildir ki, batil əqidə üzərində olan kəsin əməli, etiqadı Allaha yüksəlmir. Və bu da bidətin fəsadlarındandır. Və sonra İmam Əhməd rahiməhullah deyir ki, Lə yuqalu limə və lə keyf. Qədər barədə varid olan hədislər ki var, o hədislər barəsində deyilməz ki, və ya deyilməsi icazəli deyil ki, deyəsən limə, nə üçün və lə keyf. Nə üçün və necə? Bu cür suallar verilməz. Yəni, məsələn, deyilməz ki, əgər qədər varsa, onda biz asilik edirik, qul asilik edir, onda elə çıxır ki, qulun asilik etməsi onun iradəsinə bağlı deyil, artıq qədərdə yazılıb. Yəni, bu cür suallar verilməz. Və ya deyilməz ki, əgər hər şey qədərdə yazılıbsa, onda biz nə üçün əməl edirik? Yəni, bu cür suallar verilməz. Deyilməz ki, nə üçün və necə? Niyə? İnnəmə huvət-təsdiqu vəl-imanu bihə. Çünki bu, yəni etiqad, təsdiqdən və imandan ibarətdir. Nə üçün deyilməz ki, nə üçün, nəyə görə bu cür suallar verilməz və icazəli deyil? Çünki Allah Azza və Cəllə etdiklərindən sorumlu deyil, qul etdiklərindən sorumludur. Yəni, qul sual verə bilməz ki, Allah nə üçün bunu qədərdə belə yazıb? Və lakin Allah Azza və Cəllə səndən sabah soruşacaq ki, sən bunu nə üçün etdin? Yəni, sual verən biz deyilik. Biz soruşulan olacaq.
Ona görə Allah subhanahu və teala başqa ayədə buyurur ki, "Lə yus'alu amma yef'al və hum yus'alun." Allah etdiklərindən soruşulmaz. Onlar etdiklərindən soruşulacaqlar. Həmçinin nə üçün bu suallar verilməz? Çünki əgər belə suallar verilməsi icazəli olsaydı, onda imanın mahiyyəti nə olardı? Ona görə İmam Əhməd deyir ki, İnnəmə huvət-təsdiq vəl-imanu bihə. İman, yəni həqiqi iman, qədərə iman, bu hədisləri təsdiq edib, bunlara etiqad etməkdən ibarətdir. Bu tək qədər barəsində deyil. Bütün etiqad məsələləri belədir. Hətta, baxma ki, qədər barədə, qədərə iman mövzusunda bidət əhli, cəhmilər, mu'təzilə, qədəriyyə, şiyələr, hətta qədərə iman məsələsində lap müəyyən cüziyyətlərə, biraz dərinliklərə geçsək, demək olar ki, qədər mövzusunda elə bir bidət firqəsi yoxdur ki, o cümlədən də əşarilər və maturidilər. Sələfləri müxalif olmasın sünnət əhlinə. Elə bir bidət firqəsi yoxdur. Və baxırsan ki, bu məsələdə bidət əhli öz içində ziddiyyətdədir. Nə üçün? Nə üçün bidət əhli qədər barədə və ya qədəri inkar üçün o verdikləri mənasız suallar ki var ha, o sualları mələklərə, rasullara, axirətə iman barədə vermirlər. Yəni, əslində qədər barədə verilən bu suallar imanın digər rukunları barədə də verilə bilər. Dəlil nədir? İmam Əhməd deyir ki, İnnəmə huvət-təsdiq vəl-imanu bihə. Həqiqi iman nədən ibarətdir? Həqiqi etiqad. Sən bu barədə gələn hədisləri təsdiq edib, bunları iman etməyin. Məgər mələklərə iman bu cür deyil? Yəni, gəlin belə deyək, mələklərə iman məgər hiss ilə, təcrübə ilə, ağılla əldə edilən bir şeydir? Təbii ki, xeyr. Yəni, bir insan desə ki, od istidir, buz soyuqdur. Bəli, bu nə ilə əldə edilir? Təcrübə ilə, hisslə və ya əqli dəlillər. Amma mələklərə iman bu cür deyil. Ya inanarsan, ya inkar edərsən. Yəni, bu iman məsələsidir. Və çox qəribədir. Bu məsələlərdə Quran və sünnəyə təslim olan həmin bidət əhli, hansı ki, bu məsələlərdə sünnət əhli ilə ittifaq ediblər. Və lakin qədər məsələsində və ona oxşar başqa məsələlərdə inkar ediblər. Və bunun səbəbləri var əslində. Bunun səbəbləri var. Və lakin bu dərs, yəni o səbəbləri açıqlamaq üçün və o məsələdə təfsilata getməyin yeri deyil. Hər bir halda imanın digər rukunları, digər əsasları necədirsə, qədər məsələsi də elədir. Bu məsələlər xəbəri məsələlərdir. Quran və sünnədə varid olmasaydı, vəhiy ilə biz bilməsəydik ki, mələk, cin deyilən bir varlıq var. Biz hardan bilərdik? Vəhiy ilə bilməsəydik ki, bizdən qabaq, Muhammed sallallahu aleyhi və səlləmdən qabaq, İsa, Musa, İbrahim, Allahın hamısına salamı olsun və digər rasullar yaşayıb, İncil, Tövrat, Zəbur nazil olub. Biz hardan biləydik? Yəni, bütün bunların hamısı vəhiy ilə sabit olan məsələlərdir. Ya iman edərsən, ya inkar. Yəni, həmin metodlar, yəni o bidət əhlinin yanaşdığı metodlar, bir ateist gəlib mələklərə imanı inkar etsə, sən ağılla, təcrübə ilə, hisslə ateisə mələklərin varlığını ispat edə bilərsən? Xeyr, bu iman məsələsidir. Və sonra İmam Əhməd sözünə davam edir, deyir ki, وَمَنْ لَمْ يَعْرِفْ تَفْسِيرَ الْحَدِيثِ وَيَبْلُغْهُ عَقْلُهُ فَقَدْ كُفِيَ ذَٰلِكَ وَأُحْكِمَ لَهِ. Əgər kiminsə ağlı bu hədisləri, qədər barədə varid olan hədisləri dərk edə bilməsə və bu hədislərin mənasını qavraya bilməsə,
o bu hədislərə iman edib, onları təsdiqləmə ilə kifayətlənir. Yəni, şəri cəhətdən sən bununla mükəlləf deyilsən ki, Allah Azza və Cəllənin iman edilməsini bizə əmr etdiyi şeyləri sən ağılla dərk edəsən. Və lakin sən bununla mükəlləfsən ki, sən onlara iman edəsən. Və qul nə ilə ki mükəlləfdir, sabah qiyamət günü ondan soruşulacaq. Yəni bu məsələlər, necə ki İmam Əhməd burada qeyd edir, yəni bu altından xətt çəkiləsi məsələdir. Deyir ki, hətta o kəsin ki, ağlı bu hədisləri dərk edə bilməsə, bu hədislərin mənasını tam qavraya bilməsə, hansı ki ona vacib olan bu deyil. Bu hədisləri qəbul edib, onların ehtiva etdiyi mənalara iman etməklə kifayətlənir. Və qədər barədə, yəni İmam Əhmədin bu sözünə bir qüvvət olaraq, əsas iki qayda var. O qaydalardan birincisi budur ki, Lə yutəcəvəzul Qur'an və sünnə fi bəbil qədər. Qədər babında, alimlər bu qaydanı zikr edirlər ki, qədər babında Qur'an və sünnə xəttindən kənara çıxmaq icazəli deyil. Birincisi qədər, qardaşlar, etiqad məsələsidir. İkincisi qədər qeybi məsələdir. Üçüncüsü də ki, qədər Allahın məxluqu üzərində olan sirridir. Və Allahın elminə bağlıdır. O səbəbdən Qur'an və sünnə xəttindən kənara çıxa bilməzsən. Və bu qaydanın dəlillərindən birisi Allah Subhanahu və Teala'nın bu ayəsidir. A'raf surəsi 33-cü ayə. Allah Subhanahu və Teala Rasuluna əmr edir ki, Qul innəmə harrama rabbiyəl fəvahişə mə zahra minhə və mə batan. De ki, Rəbbim mənə aşkarda və gizlində olan bütün çirkinlikləri, fahiş işləri nə edib? Haram edib. Vəl-ithmə vəl-bəğyə bi qeyril haqq. Həmçinin asiliyi və həddə aşmağı, haqsız yerə. Və ən tuşriku billahi mə ləm yunəzzil bihi sultanə. Həmçinin Allahın özü barəsində nazil etmədikləri şeyləri Allaha şərik qoşmağa Allah nə edib? Haram edib. Həmçinin və ən təqulu aləllahi mə lə ta'ləmun. Və bilmədiyiniz şeyləri Allah barədə deməyi Allah haram edib. Ayənin bu hissəsi bu qaydanın dəlillərindəndir. Və ən təqulu aləllahi mə lə ta'ləmun. Bilmədiyiniz şeyləri Allah barədə demək, bilmədiyiniz şeyləri Allah barədə söyləmək buna qədər də girir. Çünki qədər Allahın elmində, Allahın qulları üzərində olan sirridir. Qeybdir və etiqad məsələlərindəndir və o səbəbdən bu mövzuda Qur'an və sünnə xəttindən o yana keçmək olmaz. Və sonra İmam Əhməd rahiməhullah sözünə davam edərək deyir ki, فَعَلَيْهِ الْإِيمَانُ بِهِ وَالتَّسْلِيمُ لَهِ. Müsəlmana vacib olan buna iman edib təslim olmaqdır. Qədər barədə varid olan hədislərə iman edib bunlara təslim olmaqdır. مِثْلُ حَدِيثِ الصَّادِقُ الْمَسْدُقِ. Əs-sadiqul məsduq hədisi kimi. Yəni, müsəlmana vacib olan, qədər barədə varid olan hədislərə iman edib, onlara təslim olmaqdır. Əs-sadiqul məsduq hədisi kimi. Əs-sadiqul məsduq hədisi Buxari və Müslimin Abdullah ibn Məsud radiyallahu anhudan rəvayət etdikləri hədisdir. Əs-sadiqul məsduq Peyğəmbər sallallahu aleyhi və səlləmin vəsiflərindəndir. Əs-sadiq yəni doğru danışan, vəl-məsduq, yəni Allah tərəfindən doğruluğu isbat olunmuş. Nə üçün bu hədis Əs-sadiqul məsduq hədisi adlanır? Çünki Abdullah ibn Məsud həmin hədisi nəql edəndə hətta insanlarda bu hədisə qarşı
şək olmasın deyə hədisi bu cür nəql edir. Deyir ki, həddəsənə Rasulullah sallallahu aleyhi və səlləm və huvə sadiqu vəl-məsduq. Doğru danışan və doğruluğu Allah tərəfindən təsdiqlənmiş Rasul sallallahu aleyhi və səlləm bizə dedi ki, və həmin hədisi nəql edir. O səbəbdən hədis əs-sadiqul məsduq olaraq zikr olunur və İmam Əhməd də bu cür zikr edir. Və həmin hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir? Allah Rasulü buyurur ki, İnnə əhədəkum yucma'u fi batni ummihi 40 yevmən nutfə. Sizlərdən hər kəs öz anasının bətnində 40 gün nütfə halında olur. Və sonra 40 gün qan laxtası, aləq halında olur və sonra 40 gün mudğa, yəni ət parçası halında olur. Və sonra ona bir mələk göndərilir və ona onun ruhunu üflüyür. Və həmin mələk 4 şeyin yazılmasıyla əmr olunur. Bi kətbi əcəli və əməli və rizqi şəqiyyun əv sa'id. Onun ruhsunu, əcəlini, onun əməlini, yəni salih və ya fasik əməlini və onun xoşbəxtmi, bədbəxtmi olacağını, bu 4 şeyi yazmaqla əmr edilir. Və sizlərdən bir kəs cənnət əhlinin əməlini işləyər və onunla cənnət arasında bir dirsək qədər məsafə qalar. Kitabı, qədəri onu qabaqlayar, cəhənnəm əhlinin əməlini işləyər və ora girər. Və sizlərdən bir kəs cəhənnəm əhlinin əməlini edər. Onunla cəhənnəm arasında bir dirsək məsafə qalar. Kitabı, qədəri onu qabaqlayar və cənnət əhlinin əməlini işləyər və cənnətə gedər. Deməli, əməllər sonluqlara görədir. Bu hədis bizim üçün bir dəlil və ibrətdir ki, insan öz əməlini arxayın olmalı deyil. Əməllər sonluqlara görədir. İbn-i Qeyyim rahiməhullah Əd-Da və Əd-Dəva kitabında bir hadisən nəql edir. Deyir ki, biri var idi, şahmat xəstəsi idi. Gecə gündüz şahmat oynayan idi. Can üstündə olanda, ölüm ayağında ona deyirlər ki, qul la iləhə illallah. La iləhə illallah de, təlqin edirlər. Deyir ki, mətəl məlik, mətəl məlik, şah öldü, şah öldü. Şahmat yoxdur, şahmat. Ərəblər deyir, mətəl məlik, şah öldü. Özü ölür, la iləhə illallah təlqini. Yəni, insan necə yaşayır, ona görə əməllər sonluqlara görədir. Və İmam Əhməd deyir ki, qula vacib olan qədər barədə gələn hədislərə təslim olub iman etməkdir. Çünki bu Allahın sirridir. Necə ki, Əs-Sadiqul Məsduq hədisi kimi. Və mislu mə kənə misləhu fil qədər. Və qədər barədə varid olan bu hədis kimi digər hədislər də həmçinin. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisdən buyurur ki, İzə zükirə əshabi fəəmsiku və izə zükirəl qədər fəəmsiku. Mənim əshabım sizin yanınızda zikr olundu mu, dilinizi tutun. Yanınızda qədər zikr olundu mu, dilinizi tutun. Və mislu əhədisur rü'yəti kullihə. İmam Əhməd deyir ki, nəinki qədər barədə, həmçinin
Rü'yə barədə, yəni qiyamət günü Allah Azza və Cəlləni görməklə əlaqəli olan hədislər ki var, o hədislərin də hamısına iman edib, onlara təslim olmaq hər bir müsəlmana vacibdir. Nə üçün məhz rü'yəni qeyd elədi? Çünki qədəri inkar edən bidət əhli rü'yəni də inkar edir. Mən dərsin əvvəlində qeyd etdim, onlar nə üçün qədəri inkar edirlər? Bunun səbəbləri var. Həmin səbəblər gətirib çıxarır ki, onlar Qur'anın həqiqətən Allahın kəlamı olduğunu da inkar edirlər. Allahın ad və sifətlərini, o cümlədən də Allahın qiyamət günü görülməsini inkar edirlər. Necə ki, Mu'təzilə və Cəhmilər kimi. Ümumiyyətlə, bu hədislər, məsələn, qədər barədə elə misal üçün bayaqları qeyd elədiyim Əs-Sadiqul Məsduq hədisi. Əs-Sadiqul Məsduq hədisini eşidəndə insan dəhşətə gəlir, gəlmir. İmam Əhməd gör nə deyir? Deyir, qədər barədə bu və bu kimi hədisləri təsdiq etmək, bunlara təslim olmaq bizə vacibdir. Və in nəbət anil əsma' və stəvhəşə minhəl müstəmi'. Hətta bu hədisləri eşidərkən qulaqlar diksinsə belə, bu hədisləri eşidən dəhşətə gəlsə belə, heç nə dəyişmir. Yəni, qədər barədə Allahın ad və sifətləri, Allahın kəlamı və rü'yə barədə elə hədislər eşidə bilərsən ki, bu hədisləri eşitməklə وَاسْتَوْحَشَ مِنْهَا الْمُسْتَمِعِ. İmam deyir ki, bunu eşidən dəhşətə gələ bilər. Hətta belə olsa belə, heç nə dəyişmir. Əslində, qardaşlar, bu hədislər barədə belə deyil. Hətta Quran barədə də belədir. Adi bir misal. Baxın, Musa əleyhissalamla Xızırın hadisəsinə. Xızırın etdiklərinə görə Musa dəhşətə gəldi, gəlmədi. Səbəb, çünki o hadisənin arxasında olan həqiqəti bilmədiyinə görə. Hələn bu dünyalıq misaldır. Sən qədərin arxasında, əvvəlində, sağında, solunda heç nəyi bilmirsən. Çünki qədər Allahın elminə bağlıdır. Və bu Allahın elmidir. Yəni, bu sənin əqlivin, sənin elvivin kənarında olan bir şeydir. Yəni, sənli olan bir şey deyil. Və o Xızır və Musa əleyhissalamın qissəsi bizim üçün bu və bu kimi məsələlərdə gözəl örnəkdir. Həmçinin bu məsələlərə görə sünnəyə, hədislərə, dil uzadanlara da Qur'andan gözəl rəddir. Deyirik ki, əgər sən bu şeylərə görə sünnəni rədd edirsənsə, onda Qur'anda varid olan bu hadisəyə nə deyirsən? Ona görə Qur'anilər, sünnət inkarları Xızır, Musa qissəsində çaşıb qalıblar. Qur'an sünnət inkarçısına dəlil olaraq ən birinci Xızırın qissəsini gətir. Ona görə bugün, hətta Türkiyədə bəzi Qur'anilər var, artıq dilləniblər ki, Xızır və Musanın qissəsi Qur'andan çıxarılmalıdır. Bəli, açıq aydın, yəni konferans keçirib, bir saatdan çox və açıq aydın deyir ki, bu ayələr Qurandan çıxarılmalıdır. Çünki işlərinə yaramır. Özünüz təsəvvür edin. Xızır və Musa əleyhissalamın qissəsini xatırlayın. Uşağı öldürməsi və s. Ki, böyüləndən sonra bu qədərdir axı. Yəni, əslində məsələ qədərə baxlıdır. Bu da qədəri inkar edir. Hədisləri inkar etdiyinə görə qədəri inkar edir. Və deyir, Qur'aniyəm, bəs bu ayə nə deyirsən? Yəni, əslində insanı dəhşətə salan bu şeylər Qur'anda da zikr oldu. Ona görə İmam Əhməd deyir ki, bu səni çaşdırmasın. Elə hədislər eşidə bilərsən ki, və in nəbət, nəbə feyli bir bitkinin cücərməsinə deyilir.
an hərfi cəri ilə gələndə diksinməyə, iyrənməyə deyilir. Və in nəbətu anil əsma' qulaqlar bu şeyi eşidəndə diksinə bilər. Bu şeyləri eşidən dəhşətə gələ bilər. Hətta belə olsa belə. Bunlara iman edib, təslim olmaq bizə vacibdir. Əslində, qardaşlar, iman budur. Əgər belə olmasaydı, möminlərlə kafirlər arasında nə fərq olardı? Və sonra İmam Əhməd sözünə davam edərək, yenə də məsələni qüvvətləndirərək deyir ki, وَإِنَّمَا عَلَيْهِ الْإِيمَانُ بِهَا bizə vacib olan bunlara iman etməkdir. وَأَلَّا يَرُدَّ مِنْهَا حَرْفًا وَاحِدًا və bu hədislərdən bir hərfi belə rədd edə bilmərik. Bu hədislərdən bir hərif belə rədd oluna bilməz. Bir hərfin belə rədd olunması icazəli deyil. وَغَيْرِهَا مِنَ الْأَحَادِيثِ الْمَأْثُورَاتِ عَنِ الثِّقَاتِ və güvənilən ravilər vasitəsilə bizə nəql olunan başqa hədislər də həmçinin. Başqa etiqadi məsələlərdə də həmçinin. O hədislər ki, Əl-Əhadis Əl-Mə'surat Anis-Siqat. Siqa, güvənilən ravilər vasitəsilə bizə çatıb, bu bizim dinimizdir. Yəni, burada çox gözəl məsələyə toxunur İmam Əhməd. Yəni, əslində, qardaşlar, din bunun üzərində qurulub. İslamın bizdən əvvəlki dinlərdən əsas fərqi budur. Bu din isnad dinidir. Nəinki sünnə, həmçinin də Qur'an. Məgər Qur'an bizə sənədlə çatmayıb? Məgər Qur'an bizə həmin sünnəti nəql edən, o güvənilən ravilər vasitəsilə çatmayıb? Yəni, biz əslində deyəndə ki, siqat, güvənilən ravilər, yəni bunlar Marsdan, Jupiterdən gəlməyiblər. Bunlar qeyri-adi məxluqlar deyil. Bunlar kimlərdir? Gəlin məsələni qaytaraq biraz geriyə. Allah Rasulunun zamanı. Allah Rasulu ona vəhy olunan dini, Qur'an və sünnət olaraq, elmi, nəzəri və tətbiqi olaraq əshabına öyrədirdi, öyrətmirdi. Deməli, yarhamukallah, Allah Rasulunun əshabı bu dini kimdən götürüb? Allah Rasulu vəfat etdi. Ondan sonraki nəsillər, tabiinlər bu dini namaz, oruc, zəkat, əməl, əhkam olaraq, evlilik, ticarət və s. və ya etiqad, sünnət və Qur'an olaraq bu dini kimdən götürdülər? Onlardan sonra gələn nəsillər necə? Onlar da həmçinin. Və bunlar həmin güvənilən, etibarlı kişilərdir ki, din bizə onlar vasitəsilə gəlib. Və onlar vasitəsilə gələn bu dindən bir hərfi belə rədd edə bilmərik. Aydındır? Allah akbar, Allah akbar. Azan nə qədərdir? Namazdan sonra davam edelim, yoxsa qalsın?
Və sonra İmam Əhməd rahmehullah deyir ki: "Və əllə yuxasimə əhədən və la yunazirah və la yetəalləməl cidal." Və bu mövzularla əlaqəli heç kəslə mübahisə edilməz. Və cədəl, hansı ki deyirlər cədəl elmi və ya kəlam elmi, bu şeylər öyrənilməz. Çünki din cədəl üzərində qurulmuyub. Xüsusən də bu cür etiqadi qeybi məsələlər. فَإِنَّ الْكَلَامَ فِي الْقَدَرِ وَالرُّؤْيَةِ وَالْقُرْآنِ وَغَيْرِهَا مِنَ السُّنَنِ مَكْرُوهٌ وَمَنْهِيٌّ عَنْهُ. Həqiqətən də qədər barədə, Allahı qiyamət günü görmək, rü'ya barədə və Qur'an və digər etiqad əsasları barədə danışmaq, yəni cədəl etmək, mübahisəyə girişmək, kəlam əhlinin metodu ilə hərəkət etmək məkruhun, bəyənilmir və mənhiyyun anhu və qadağan edilib. Və təbii ki, İmam Əhməd burada deyəndə ki, məkruh bəyənilmir, o bizim hal-hazırda istifadə etdiyimiz mənada deyil. Yəni, biz deyəndə ki, islahi mənada məkruh, yəni etməsən daha yaxşıdır, amma etsən günah deyil. Bu mənada deyil. Ona görə biz baxırıq Quran və sünnədə, sahabə və tabiinin əsərlərində və həmçinin imamların sözlərində məkruh kəlməsi haram mənasında işlənir. Ona görə İmam Əhməd deyir ki, bu mövzuda cədəl etmək, cədəli öyrənmək, fəlsəfə əhlinin metodu ilə Quran və sünnə cığırından çıxaraq bu cür hərəkət etmək məkruhun, bəyənilmir və mənhiyyun anhu və qadağan edilib. Necə ki Allah subhanahu və teala İsra surasında uzun ayədir, demək olar bir səhifədə haramlardan danışır. Məsələn buyurur ki: "Və la taqtulu awladakum xəşyətə imlaq." Aclıq qorxusuyla övladlarınızı öldürməyin. Deməli, insanın övladını öldürməsi böyük günahdır, yoxsa kiçik günah? Böyük günah. Və la taqrabuz zina. Zinaya yaxın durmayın. Və la taqtulun nəfsəlləti harramallahu illə bil haqq. Allahın haram etdiyi nəfsi haqsız yerə öldürməyin. Və la taqrabu maləl yetim. Yetim malına yaxın durmayın. Və la taqfu ma leysə ləkə bihi ilm. Elmin olmayan bir şeyin ardınca düşmə. Və la təmşi fil ardı maraha. Və yer üzərində təkəbbürlüklə yürümə. Bütün bunların hamısı nədir? Kullu zəlikə kənə seyyi'uhu ində rabbikə məkruhə. Bütün bu pis əməllər Rəbbin qatında bəyənilməyən əməllərdir. Kullu zəlikə kənə seyyi'uhu ində rabbikə məkruhə. Allah subhanahu və teala bu böyük günahları nə adlandırdı? Məkruh. Bizim indiki mənada, islahi mənada yox. Məkruh, yəni etməsən daha yaxşıdır, etsən günah deyil, yox. Yəni haram. Və sonra İmam Əhməd deyir ki, bu yerə fikir verin, çox gözəl bir qaydadır. Və bununla bu qədər mövzusunu bu qaydanı tamamlayır. La yekunu sahibuhu və in əsabə bi kəlamihi sünnə min əhli sünnə həttə yədə'əl cidəl və yüsəllimə və yu'minə bil əthar. Bu məsələdə, məsələn qədər məsələsində insan cədəli fəlsəfə əhlinin, bidət əhlinin yolunu tərk etmədikcə və bu barədə varid olan əsərlərə təslim olmadıqca, hətta dediyi söz
sünnətə müvafiq olsa belə əhl-i sünnədən sayılmayacaq. Yəni, qızıl hərflərlə yazılası qaydadır. Fikir ver. Hətta dediyin söz haqqa müvafiq olsa belə, yəni nəticə düz olsa belə, o nəticəyə gətirib çıxaran yol əyri olsa, sən haqq əhlindən sayılmayacaqsan. Yəni, bu qaydadır ki, məqsəddən qabaq o məqsədə aparan vəsilə ki var, gərək o vəsilətə Quran və sünnəyə müvafiq olsun. Ola bilsin, elə etiqad məsələləri var, o etiqad məsələlərində bidət əhlindən bəziləri məhz həmin məsələlərdə əhl-i sünnəyə müvafiqdirlər. Yəni, nəticə eynidir. Amma onları o nəticəyə, o haqqa gətirib çıxaran yol eyni deyil. Ona görə İmam Əhməd deyir ki, kişi, cədəli və bidət əhlinin yolunu tərk etmədikcə, Quran və sünnəyə tabi olmadıqca, dediyi söz, haqqa müvafiq olsa belə, o kəs o haqqın əhlindən sayılmaz. Çünki bu din Quran və sünnəyə təsdiqdən ibarətdir. Aydın oldu, qardaşlar. Və bu dərsin yəni birinci hissəsidir. İnşallah qismət olar, nəsib olar Allahın izni ilə ya burada, ya başqa bir məclisdə də qədər barədə, qədərin 4 mərtəbəsi və ya 4 mərhələsi barədə inşallah geniş danışarıq və doğrusunu Allah bilir. Və sallallahu alə Muhammedin və alə alihi və sahbihi.